Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmalə. Bugün sizlə 7-ci sinifin 12-ci mövzusu olan elektrik ütüsünün quruluşu və iş prinsipi mövzusu haqqında danışacağım. Baxın müəllimlər, ütü 17-ci əsrdə icad edilmişdir. Hansı ki, qırış və əziklərin hamarlanmasında istifadə edilirdi. Ancaq elektrik ütüsü isə 20-ci əsrdə yaradılmışdır. Elektrik enerjisinin yaranması ilə elektrik ütülərinin kütləvi istehsalına başlanılır. Və rəqəmsal texnologiyaların inkişafı isə ütünü adi qızdırıcı cihazdan daxil elektronika və ilə doldurulmuş rəqəmsal aparata çevirdi. Ütü 14 hissədən ibarətdir. Mütləq şəkildə əzbər bilmək lazımdır. Çalışın bunları öyrənən zaman bir ütünü qoyun qarşınıza, hamımızın evində bir ütü var. Ütünü qoyun qarşınıza və sadalanan adları onun üzərində özünüz üçün göstərin ki, əyani şəkildə daha rahat yadda saxlaya biləsiniz. O su püskürdəndən su tökmək üçün nəzərdə tutulmuş deşiyi bağlayan qapaqdan, buxarın fasiləsiz verilməsini tənzimləyən linkdən, suyu püskürtmək üçün düymədən, əlavə buxar vermək üçün düymə, dəstək, elektrik şnuru əyilmədən qorumaq üçün borucuq, ütünün özülü, siqnal lampası, su üçün nəzərdə tutulmuş qab, ütüləmə temperaturu tənzimləyən qulp, özünü tənzimləmə rejimi düyməsi, rezervuarda suyun səviyyəsinin göstəricisi və ütünün altından ibarətdir. Bəs ütünün iş prinsipi nədən ibarətdir? Belə ki, elektrik cəryanı qızdırıcı elementdən keçir. Bu zaman istilik ayrılır və enerji hesabına ütü qızır, üzərinə düşən funksiyanı icra edir. Adi ütü isə şəkil 2-də göstərilmişdir. O, qızdırıcı element, temperatur tənzimləyici, siqnal lampası və elektrik çəngəlindən ibarətdir. Çox sadə bir quruluşa malikdir. Ütüdə qızdırıcı element qismində boru şəklində olan xüsusi gövdəyə geydirilmiş spiraldan istifadə edilir. İçinə spiral geydirilən boru yanmayan materialdan, keramikadan və yaxud metaldan hazırlanır. Gərginlik spirala ötürülür və spiral bərk qızır. Bu zaman istilik enerjisi əsas metal gövdəsinə ötürülür. Temperatur tənzimləyicisi ütünün temperaturunun lazımi həddə qədər tənzimlənməsi üçün nəzərdə tutulur və o qulpla idarə edilir. Tənzimləmə üçün ütü ilə iş zamanı temperatur verilən həddən aşağı olanda qızdırıcı elementin qoşulması və yüksələndə açılmasıdır. Məişət ütülərinin bir çoxlarında quraşdırılan temperatur tənzimləyicinin işinə bir qədər ətraflı nəzər salaq. Onun əsas komponenti istilikdən asılı materialdan, bimetal lövhəcikdən hazırlanmışdır. Bu lövhəcikdə lazımi temperatur əli ilə tənzimlənir. Qızdırıcı elementlə istilik təmasda olan lövhəcik qızdırıcı elementin elektrik dövrəsini qapayan və açan kontaktlar blokunu idarə edir. Şəkil 3-də temperatur tənzimləyicisi və onun sxemi göstərilmişdir. Hansı ki, o kontaktlar bloku, temperatur tənzimləyən mil, lövhəciyi qaldıran mil, bimetal lövhəcikdən ibarətdir. Və buradakı kontaktlar bloku 2 elastik kontakt lövhəcikdən ibarətdir. Hansı ki, 3-4 nəzərdə tutulmuşdur şəkil 3-də B-də. Yuxarı kontaktda bimetal lövhəyə dirənən mil bərkidilmişdir. Lövhənin bir ucu ütünün altına birləşdirilir, ikinci ucu isə boş qalır. Əgər ütü soyuqdursa, kontakt lövhəcikləri dövrəni qapayır və bu zaman ütünün qızdırıcı elementindən elektrik cəryanı keçir. Yəni dövrə qapanan zaman artıq elektrik cəryanı keçməyə başlayır. Ütünün altının temperaturu lazımi həddə çatan zaman bimetal lövhə yuxarı doğru qabarır və bu zaman mil sıxılır. Sıxılan mil öz növbəsində lövhəciyi qaldırır. Nəticədə kontaktlar aralanır, zəncir qırılır, qızdırıcı element dövrədən açılır və ütü soyuyur. Ütü soyuduqda bimetal lövhə düzəlir, kontaktlarını qapayır. Bu zaman qızdırıcı element yenidən dövrəyə qoşulur, ütü qızır. Mütəmadi olaraq təkrarlanan bu proses ütü altının temperaturunu tənzimləyən qulpun köməyi ilə lazımi həddə saxlanılır. Və parçanın növündən asılı olaraq ütüləmə temperaturları dəyişir.
Ona görə də həmin qulpun üzərində müxtəlif temperaturlarda ütülənən parça növlərinin adı və lövhə var. Temperatur tənzimləyicisinin qulpu saat əqrəbi istiqamətində və əksinə fırlanmaq imkanına malikdir. Bu zaman bimetal və kontakt lövhələr arasında ara məsafəsi dəyişir. Bu isə ütünün kontaktlarının qapanması və açılması arasındakı vaxta təsir edir. Əgər ara məsafə azdırsa, altı daha yüksək temperatura qədər, deməli azdırsa, bu zaman lövhə kontaktların aşağı temperaturunda açır, əksinə böyükdürsə, ütünün altı daha yüksək temperatura qədər qızır. Bu zaman onun üzərində bir siqnal lampası olur. Qızdırıcı element şəbəkəyə qoşulanda həmin qızdırıcı siqnal lampası yanır, açılanda isə sönür. Verilən temperatur nə qədər aşağıdırsa, siqnal lampasının yanıb sönməsi arasındakı fərq də fasilə də bir o qədər çox olur. Burada təhlükəsiz və sanitariya qaydalarımız var. Həmçinin ütü ilə işləyən zaman nələrə diqqət etmək lazımdır, onlar verilmişdir. Bu hissəyə də mütləq şəkildə nəzər salın. Diqqətlə qulaq asın, uğurlar hər kəsə.